Əvvəla salam mənim xalqım. Məcburam yenə video çəkəm. Müraciət etməkdə səbəbim qonşuluqda yaşayan 2 nəfər, özünü boksyor sayan və heç kimdən qorxmayan birindən söhbət edəcəm. Həmin bu şəxs deməli, mən bir qazi atasıyam. Qaziləri və şahidələrin ailələrini və şəhidləri və qaziləri söyərək təhqir etmiş. Nəyə vuruşublar, cəhənnəmə vuruşublar və s. Mən burada bir çox sözü deyə bilmirəm. Yəni söyüşləri və s. digərləri deyə bilmirəm. Ona görə mən özürü hesab edeyim, o sözləri deyə bilmirəm. Çünki buna milyonlarla insan dinləyəcək. Sizdən də xahiş edirəm, bu videonu paylaşın. Qoy müvafiq orqanlar görsün. Müvafiq orqanlar görsün deyəndə mən Sabunçuda yerləşən 12 saylı polis bölməsinə müraciət elədim. Düzdür, 102 xidməti ilə bağlı bərabər. 12 saylı polis bölməsi həmin bu vətəndaşlardan 50 manat cərimə alaraq buraxdı. Mən başa düşmürəm, vətən uğrunda döyüşən, şəhid olan, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, onun valideynlərinə səbir versin, qazilərimizə uzun ömür, can sağlığı arzulayıram. Deməli, əgər bizim şəhidlərimiz vətən uğrunda vurub şəhid olmasaydı, qazilərimiz yaralanmasaydı, vuruşmasaydı, siz bilərdinizmi ki, ermənilər gəlib Bakıya da çıxa bilərdilər. Bunun kimi insanlar şəhidlərimizin, digərlərinin şərəf əlaqətini təhqir edərək, həm də mənim evimdə asılmış Azərbaycan bayrağını niyə asdığıma görə bayrağı təhqir etmiş, söymüş, özümü də söymüş, təhqir eləmiş. Bu barədə mən 102 xidmətinə məlumat verdim və 12-ci polis bölməsi Sabunçuda yerləşən məni çağırdı, izahatımı aldı və qarşı tərəfi çağıraraq ondan 50 manat pul alaraq güya ki şərəf və ləyaqəti təhqir etməyə mən belə başa düşüm 50 manatdır. Mən müraciət elədim ki, sahə müvəkkilliyinə, yəni uçaskoviyə ki, bəs niyə belə, niyə bu məsələ gəlib məhkəməyə çıxmadı, dedi, məhkəməli bir şey yoxdur. Şərəf və ləyaqət alçalmaq üçün bunun cəriməsi var, onu da ödədilər, 50 manat, 100 manatdır. Mənim xalqım, belə çıxır ki, 50 manat verib kimisə şərəf və ləyaqətini alçalda bilərsən, polis buna göz yumar, heç bir reaksiya verməyə. Bilmirəm, indi mən orada olmamışam, görməmişəm, sadəcə öz fikrimi deyirəm. Ola bilsin 50 manat, 100 manatdan qutarmayıb, bura Azərbaycandır, müəyyən şeylər də ola bilər. Ona görə sizdən xahişim, bu videonu paylaşın, dəstək olun, qoy müvafiq orqanlar görsün ki, 12-ci polis bölməsində nələr baş verir. Mən ona da zəng elərik, sözün özü mənə zəng elədi, Saskova dedim ki, bəs nə oldu, nə vaxt gedir məhkəməyə, dedi, məhkəməlik burada bir iş yoxdur. Mən sizdən xahiş edirəm, paylaşın bu videonu, qoy hamı görsün. Mən bir şey başa düşmürəm ki, bu videoları niyə paylaşmışsın? Bizim şəhidlər bizim şəhidlərimiz deyil, qazilər bizim qazilərimiz deyil. Bir ara o jurnalist var idi, Səidə xanım. Çıxdı ki, qaçqınlardan danışıb, bütün Azərbaycan blogerləri başladı TikToku dağıtmağa. Ay nə bilim, qaçqınlar belə gəldi, qaçqınlar elə getdi. Həmin o qaçqınlardır ki, özləri qaçqındır. Qaçqındır, vətənini, torpağını qoydu, qaçdı. İndi də gəlib qaziləri, şəhidləri təhqir edir. Elə qoçaq oğlan isə, idmançısansa, boksyorsansa, gedib vətənini qoruyardın. Gəlib burada qazi atasını döyməlisin, onu təhqir etməlisin. Mən xahiş edirəm, bu videonu paylaşın, qoy hamı görsün. Mən blogerlərdən, Azərbaycanda yaşayan blogerlərdən xahiş edirəm, bu videonu görsün, paylaşsınlar. Nə oldu, bir qaçqınlardan danışan kimi olsa, blogerlər hamı başladı dil ağza gəlməyə ki, qaçqınlarda Səidə xanım jurnalist belə dedi, elə dedi, qaçqınları belə dedi, elə dedi, öz yerlərinə qayıtmadı və s.
TikTok dağılırdı. Bəs indi nə oldu? Bu qaçqın şəhid ailələrindən bağlı, qadınlarla bağlı Azərbaycanın bu şəhidlərimiz Azərbaycan bayraq uğrunda, vətən uğrunda, torpaq uğrunda vuruşub, amma bəzi insanlar qaçqın deyir ki, mən idmançıyam, boksyoram, bayrağı təhqir edir. Buna da polis göz yumur, cərimə eləyir. Buna münasibətinizi bildirməyi və bu videonu paylaşmamızı sizdən xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.